Stil vasitəsilə özünü necə ifadə etmək olar? Stil əslində sözsüz dilinizdir. Onun vasitəsilə özünüz haqqında düşündüyünüzdən qat-qat çox şey demək olar. Bugün siz özünüzü hansı üslubda, hansı xarakterdə hiss edirsiniz? Ciddi və müstəqil, yaradıcı və yumşaq, yoxsa sərbəst və cəsarətli? Bütün bunlar siluetlərdə, fakturalarda, rənglərdə və detallarda oxunur. Bəzən obrazın sizin yerinizə danışmağa başlaması üçün tək bir vurğu kifayət edir. Və unutmayın, üslub trendlərdən yox, sizin kiçik stil vərdişlərinizdən formalaşır. Qatlanmış qollar, sevdiyiniz kəmər, şalvarın müəyyən uzunluğu. Məhz bu detallar qarderobu canlı və şəxsi edir. Geyimdə özünüz haqqında hekayə danışmağı bir yol kimi yanaşmağa çalışın. İdeal, düzgün yox, səmimi bir hekayə. Obrazda xarakter və müəyyən əhval hiss olunanda o, podiumdakı istənilən lookdan daha maraqlı görünür.